fakt oxumuşdum ki, Azərbaycanda altyazıların tərcüməsini bu şəkildə eləyirlər. Transkript göndərilir tərcüməçiyə. Tərcüməçi filmə baxmadan həmin tərcüməni mexaniki olaraq eləyir. Daha sonra bizdə film nümayişi zamanı orada altyazılarda çox kobud səhvlərə rast gəlirik. Yox. İndi necə dəyişib bu? Yəni Bəlkə də nə vaxtsa belə hansısa bir filmdə belə bir hal olub. Çünki Azərbaycan Respublikasının qanunu əsasında mütləq altyazıları olmalıdır. Altyazıları olmadan biz filmi nümayişə çıxarda bilmərik. Bəzən ola bilər ki, hansısa bir studiya işi daha da tezləşdirmək üçün bizim də tələblər də dediyimiz kimi eyni gündə film nümayişə çıxması üçün bunu edir. Amma növbəti günlər bu problemləri gördüyümüz halda bu dərhal həll olunur. Həmin studiyalar hərəsinin bir 200-150-200 film olduğu üçün artıq Azərbaycanlılar cəlb edirlər Amerikada və Azərbaycanlılar artıq bunu tərcümə edirlər. Yəni bu oradan göndərirlər hətta bəli, yəni biz onu tərcümə etmirik. Yəni burada dediyim kimi elə filmlər var hansına ki biz təhsil olaraq kömək edirik tərcüməsində. Amma böyük şirkətlər özləri artıq Azərbaycanlı əməkdaşları cəlb ediblər. New Yorkda, LA-da yaşayan Azərbaycanlılar, həmin Azərbaycanlılar onlar üçün çalışıb tərcümə edib bizə göndərirlər. Müəyyən tutaq ki, orada səhvlər olur. Bu da biz necədir? Çünki onu bir nəfər tərcümə edir və göndərir. Normalda tərcümədə redaktor olmalıdır, baxılmalıdır və olduğu üçün korrekt olunur. Müəyyən məsələ olur. Biz onu dərhal görürük. Gördüyümüz halda müraciət edirik. Onlar da bir neçə seans deyək ki, bir neçə saat növbəti günə kimi dərhal dəyişir.